Mən ilk kitabımı 3000 tirajla vurdum. Mənim o işi bilməməyimdən, peşəkarsızlığımdan nəşriyyatdan yaxşı çıxmadı. Verdiyim bütün pulları mən orada batırdım və 3000 tirajı mən axırda məcbur oldum ki, onu məhv eləyim. İkinci kitabı da vurdum. Satış mərkəzləri mənə geri qaytardılar ki, bunu satmağa həvəsimiz yoxdur. Sonra xaric üçün kitabı tərcümə elədim. İngilis dilində kitabım tərcümə olundu və o kitab da peşəkar olmayan bir tərcüməçiyə verildi. Böyük bir məbləğdə orada pulu da batırdıq. Hansı ki o pulu da mən borc eləmişdim, xərc eləmişdim, bankda kredit altına girmişdim. Mənim B planım olsaydı, bu qədər uğursuzluqdan sonra mən deyərdim ki, yazıçılıq mənim işim deyil. Sən İqtisad Universitetini bitirmisən də get hansısa bankların birində mühasib ol. Mənim beynimdə geri qayıtmaq variantı yox idi. Məndə ancaq bir dənə yol var idi ki, sən nə etsən də sən yazıçı olacaqsan. Ona görə mən səhvlərim üzərində işlədim, çünki mənim başqa yolum yoxdur. Necə yazıçı olmaq lazımdır, necə yaxşı əsər yazmaq lazımdır, adını necə qoymaq lazımdır, kitabın içini necə işləmək lazımdır. Ümumiyyətlə nəşriyyat sektoru necə işləyir, kitablar necə satılır, dünya siyasəti, kitab sənayesində siyasət necə işləyir. Bütün onları mən oturdum, işlədim. Mən illərlə ömrümü bunlara həsr elədim. Ondan sonra mənim əsərim gəldi Amerikada qızıl medal aldı. Ondan sonra məni Avropa ölkələrinə dəvət elədilər, Amerikaya dəvət elədilər və dəvət eləyəndə yol xərcini də verirlər, təyyarə pulunu da verirlər. Ən bahalı hotellərə səni yerləşdirirlər. Aeroporta düşəndə qabağınca bir maşın da göndərirlər. Xüsusi özəl bir adamı da yanva təyin edirlər ki, sənə onları göstərsin. Yəni bütün bunlar hamısı arxadakı körpüləri yandırıb ancaq bir istiqamətdə hərəkət etmək düşüncəsindən irəli gəldi.